Allah'ın salamı olsun hidayete tabi olanlara. Allah'ımız Kur'an'da buyurur ki, belə deyin. Aha, hansıdır? Bəqərə surəsi 136. Deyəsən Bəqərə surəsi nə buyurur? Belə deyin. Mən də deyirəm. Aha. Tilavət edirsən. Aha. Avazla oxumaq olmaz. Tilavət nurlanıb nurlandırmaqdır. Biz mənası. İzahlı lüğətdir. Avaz da var, o qəbul olunur. Belə deyin. Deyirəm de. Biz Allah'a, bizə nazil olunana, yəni Qurana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladına göndərilənlərə. Məsələn, övladı kim idi? Yaqub Peyğəmbərin, Yusuf Peyğəmbər. Musaya və İsa'ya, Rəbbi tərəfindən İsa'ya verilənlərə, bunlar bayaq adını çəkdiyimizdə Peyğəmbərlərə verilənlərə, bütün Peyğəmbərlərə verilənlərə, Rəbbi tərəfindən yazılıb, bütün Peyğəmbərlərə verilənlərə, verilən şeylərə, yəni möcüzələrə, kitablara inanmışıq. Mən də inanmışam. Onların heç birini digərindən ayırmırıq. Və siz niyə ayırırsınız? Dalın oxu. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq. Oxu. Əgər onlar da siz, oxu, 137-ci ayə. Ey möminlər, əgər onlar da siz inandığınız kimi Allaha inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar. Yox, əgər imandan üz döndərərlərsə, yəni bu Qurana bildik, sizə qarşı ədavət bəsləmiş olarlar. Onlardan Allah sənə tezliklə kəsin intiqamını onlardan almağa kifayət edər. O hər şeyi eşidəndir, biləndir. Ey möminlər, deyin, biz Allahın dinini qəbul etdik. Dini Allahın dinini, yəni dinindən daha gözəl olan kimdir? Biz ancaq ona ibadət edənlərik. Hələlik. Hələlik deməyin, niyə? Dalı var, oxu. 139-cu ayədə sən deyirsən, məsələn, mən də deyim, Peyğəmbərimiz də deyib, davamçısı olmaq istəyən Peyğəmbərimiz deyib, kitab əhlinə deyib, kitab əhli kimdir? Kitab əhli bütün də elə bu Peyğəmbərlərin, Qurandan Muhammed Peyğəmbərdən başqa Peyğəmbərlərə də kitablar hamısına göndərilib, yazılıb, onda deyib. Siz Allah barəsində bizimlə mübahisə mi edirsiniz? Halbuki o həm bizim, həm də sizin Rəbbinizdir. Siz Allah barəsində bizimlə mübahisə mi edirsiniz? Halbuki o həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Ona sadiq olan bizik. Yoxsa siz İbrahimin, İshaqın, Yaqubun və onun övladının nəslini mürtəzələdir, övladının Yahudi və xaçpərəst olduqlarını iddia edirsiniz. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir. Onlar İbrahim, Yaqub və övladı bir ümmət idilər ki, keçib getdilər. Onların qazandıqları əməllər özlərinə, onların qazandıqları mürtəzədədir, bəli, əməlləri. Onların qazandıqları özlərinə, sizinki də özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz. Ağılsız adamlar deyəcəklər. Nə deyəcəklər? Bunu da oxusun. Müsəlmanları əvvəlcə üst tutduqları qiblədən, Beyt-ül Müqəddəsdən döndərən nədir? Onların cavabında şərq də, qərb də Allahındır. O istədiyi şəxsi doğru yola yönəldir. Allah diləyəni doğru yola yönəldir. İstəyir, yəni ki, bəli. Allah istəyəni doğru yola yönəldir. İstədiyi şəxsi doğru yola yönəldir. Yəni diləyəni, məsələn, bildik, söndür.